Esselamu Aleyküm dostlar, hoş gördük sizleri. Bugün sizlerle en sade metodla Ərəbcə öğren kitabından 11. dersimize başlayırıq. Biz daha önce qeyd etmişdik ki, bu kitap her bir tələbənin müstəqil şəkildə Ərəbcə öyrənməsi üçün nəzərdə tutulub. Biz də öz növbəmizdə video şəklində bu dərsləri hazırlayırıq ki, tələbələrə əlavə izah olsun. Bizim bugünkü mövzumuz Əsməul İşarati, yəni işarə əvəzlikləri haqqında olacaq. İşarə əvəzlikləri nədir və onlar cümlədə necə istifadə olunur və irəlidə onu izah edəcəyik. Beləliklə dərsimizə başlayırıq. Bismillah. Əsməul İşarati, işarə əvəzlikləri. İşarə əvəzlikləri bir kimsəyə və ya bir şeyə işarə etmək üçün istifadə olunur. Ərəb dilində sözlər kişi və qadın cinsinə ayrıldığı kimi, işarə əvəzlikləri də kişi və qadın cinsinə ayrılır. İşarə əvəzlikləri həm aqil, yəni insan, həm də qeyri-aqil, heyvan və cansız varlıqlar üçün istifadə edilir. Burada qeyd edilən yazıda deyilir ki, ilk öncə işarə əvəzlikləri bir kimsəyə və yaxud bir şeyi işarə etmək üçün istifadə olunur. Yəni, siz işarə edərkən, bu işarə əvəzliklərindən, yəni istifadə edərkən, istəsəniz həmin işarə əvəzlikləri insanlar üçün, istəsəniz əşyalar üçün, heyvanlar üçün, ümumi olaraq canlı və cansız varlıqlar üçün istifadə edə bilərsiniz. Daha sonra burada deyir ki, ərəb dilində sözlər kişi və qadın cinsinə ayrıldığı kimi, işarə əvəzlikləri də kişi və qadın cinsinə ayrılır. Yəni, biz demişdik ki, qrammatiki cins olaraq sözlər kişi və qadın cinsinə ayrılır. Yəni, bu sözlərə uyğun olaraq da işarə əvəzlikləri kişi cinsinə də aid olur, digər işarə əvəzlikləri isə qadın cinsinə. Yəni, hər cinsin özünə aid işarə əvəzlikləri var. Və burada bir cədvəl var, misal olaraq. İlk işarə əvəzliyi həzə. Tərcüməsi bu deməkdir. Tək, yaxın və kişi cinsində olan sözlər üçün istifadə olunur. Həzihi. Tərcüməsi bu deməkdir. Tək, yaxın və qadın cinsində olan sözlər üçün istifadə olunur. Həzəni. Tərcüməsi bu ikisi deməkdir. Cüt və kişi cinsində olan sözlər üçün istifadə olunur. Hətəni. Tərcüməsi bu ikisi deməkdir. Cüt və qadın cinsində olan sözlər üçün istifadə olunur. Zəlikə. Tərcüməsi o deməkdir. Tək, kişi cinsində və uzaqda olan sözlərə işarə etmək üçün istifadə olunur. Tilkə. Tərcüməsi o deməkdir. Tək, qadın cinsində və uzaqda olan sözlərə işarə etmək üçün istifadə olunur. Bura qədər olan işarə əvəzlikləri ya kişi cinsinə işarə etmək üçün istifadə olunur, ya da qadın cinsinə. Hərəsinin özünə aid işarə əvəzliyi var. Həuləi. Tərcüməsi bunlar deməkdir. Cəmdə kişi və qadın cinsində olan sözlərə işarə etmək üçün istifadə olunur. Uləikə. Tərcüməsi onlar deməkdir. Cəmdə kişi və qadın cinsində olan sözlərə işarə etmək üçün istifadə olunur. Yəni, burada gördüyünüz işarə əvəzliklərinin, yəni kişi və qadın cinsinə aid xas, özünün xüsusi işarə əvəzlikləri var. Lakin sonda olan həuləy bir də uləykə işarə əvəzlikləri həm kişi, həm qadın cinsi üçün istifadə oluna bilər. Keçirik bu işarə əvəzliklərini cümlələrdə işlətmək, yəni ayrı-ayrılıqda bunları izah etməkdir. Bu arada səhifə 66-daydı. Keçirik səhifə 67-yə. İlk öncə həzə işarə əvəzliyi. Həzə işarə əvəzliyi təkdə, kişi cinsində və yaxında olan sözlərə işarə etmək üçün istifadə olunur. Fərq etməz. İşarə etdiyiniz şey istər canlı, istərsə də cansız ola bilər. Misal olaraq. Həzə beytun. Bu evdir. Həzə dəftərun. Bu dəftərdir. Həzə Muhammedun. Bu Muhammeddir. Həzə Aliyun. Bu Əlidir. Həzə cəməlun. Bu dəvədir. Həzə xaşəbun. Bu taxtadır. Həzə kitabun. Bu kitabdır. Həzə insanun. Bu insandır. Həzə qələmun. Bu qələmdir. Həzə qitarun. Bu qatardır. Həzə nəcmun. Bu ulduzdur. Həzə həcərun. Bu daşdır. Gördüyünüz kimi, həzə işarə əvəzliyini cümlələrdə istifadə etdik. Bu işarə əvəzliyindən istifadə edərkən diqqət etmək lazımdır ki, işarə etdiyiniz söz təkdə, kişi cinsində və yaxında olsun. Gördüyünüz kimi, bu işarə əvəzliyi kişi cinsində olan sözlər üçün istifadə olunur. Yəni, siz diqqət eləsəniz, ilkin olaraq görəcəksiniz ki, bu işarə əvəzliyindən sonra gələn sözlər nədir? Birincisi, kişi cinsindədir və ikinci məqam nədir?
yaxındadır və təkdədir. Bunlara diqqət etmək lazımdır. Dərslər bəsitdir, yəni asan bir şəkildədir. İnşallah sonda da belə deyək, bəzi xatırlatmalar olacaq. Keçirik səhifə 68-ə. Növbəti işarə əvəzliyi həzihi. Həzihi işarə əvəzliyi təkdə qadın cinsinə və yaxında olan sözlərə işarə etmək üçün istifadə olunur. Fərq etməz, işarə etdiyiniz şey istər canlı, istərsə də cansız ola bilər. Misal olaraq baxırıq. Həzihi bintun, bu qızdır. Həzihi talibətun, bu tələbədir. Həzihi ummun, bu anadır. Həzihi zeynəbu, bu zeynəbdir. Həzihi xalətun, bu xaladır. Həzihi səyyəratun, bu maşındır. Həzihi nəzzaratun, bu eynəkdir. Həzihi imraatun, bu qadındır. Həzihi tabibətun, bu həkimdir. Həzihi uxtun, bu bacıdır. Yəni sona qədər oxumuram. Gördüyünüz kimi burada olan sözlər qadın cinsindədir və ona uyğun olaraq da həzihi işarə əvəzliyi istifadə edilmişdir. Və bu işarə əvəzliləri istifadə edilən sözlər arasında həm canlı, belə deyək, insanlar var ümumi olaraq, həm də nə var? Cansız əşyalar və yaxud başqa bir varlıqlar. Yazıda deyir ki, gördüyünüz kimi həzihi işarə əvəzliyini cümlələrdə istifadə etdik. Bu işarə əvəzliyindən istifadə edərkən diqqət etmək lazımdır ki, işarə etdiyiniz söz təkdə qadın cinsinə və yaxında olsun. Keçirik növbəti işarə əvəzliyinə. İndi əlavə məlumatdır burada. Əlavə məlumat. Ərəb dilində qeyri-aqil, insan olmayan varlıqların cəmi təkdə olan qadın cinsi hökmündə sayılır. Yəni, insan olmayan varlıqların cəm formasına işarə edərkən həzihi işarə əvəzliyindən istifadə edəcəksiniz. Yəni, necə? Yəni, qeyri-aqil, insan olmayan varlıqlar. Məsələn, burada diqqət edin misallara. Misal olaraq, təkdə olan sözlər, bir də ki, cəmdə olan sözlər qeyd olunub. İlk öncə fikir verin, həzə məscidun, bu məsciddir. Fikir verirsiniz, məscidun sözü kişi cinsindədir və ona həzə işarə əvəzliyi ilə işarə edilmişdir. Lakin onun cəminə fikir versək, həzihi məsəcidu, bu məscidlərdir. Məscidun sözünün, yəni məscid sözünün təkinə işarə edərkən həzə, məscidlər sözünə işarə edərkən isə həzihi işarə əvəzliyindən istifadə olmuşdur. Nə üçün? Çünki məscid sözü qeyri-aqildir, yəni insan olmayan varlıqdır və onun cəminə biz işarə edərkən həzihi işarə əvəzliyindən istifadə edəcəyik. Yəni bu qayda qeyri-aqil varlıqların, yəni insan olmayan varlıqların cəmi təkdə olan qadın cinsi hökmündə gedir. Yəni məscidlər sözü burada cəmdir. Tamam. Burada cəmdir. Lakin biz ona işarə edərkən həzihi işarə əvəzliyindən istifadə edirik. Bu qaydanı yadınızda saxlayın. Qeyri-aqillərin cəmi təkdə olan qadın cinsi hökmündə gedir. Həzə beytun, bu evdir. Həzihi buyutun, bu evlərdir. Həzə həcərun, bu daşdır. Həzihi əhcarun, bu daşlardır. Həzə kitabun, bu kitabdır. Həzihi kutubun, bu kitablardır. Həzə hisanun, bu atdır. Həzihi husunun, bu atlardır. Həzə əsədun, bu şirdir. Həzihi usudun, bu şirlərdir. Yəni burada olan varlıqlar hamısı qeyri-aqil, yəni insan olmayan varlıqlardır. Həzihi işarə əvəzliklərindən istifadə etdik. Təkdə olan sözləri işarə edərkən həzə, cəm halında olan sözlərə isə həzihi işarə əvəzliyini işlətmişik. Buradan belə bir qayda çıxır ki, qeyri-aqillərin cəminə işarə edərkən həzihi işarə əvəzliyindən istifadə edilir. Keçirik növbəti 70-ci səhifəyə. Və burada həzəni işarə əvəzliyidir. Həzəni işarə əvəzliyi. Keçən dərslərimizdə qeyd etdiyimiz kimi ərəb dilində say birdən artıq, 3-dən az olduqda müsənnə, cüt adlanır. Sözlərin tək, cüt və cəm hallarına uyğun olaraq işarə əvəzlikləri də həmin sözlərə uyğun şəkildə dəyişir.
Həzəni işarə əvəzliyi cüt, kişi cinsində və yaxında olan sözlər üçün istifadə olunur. Tərcüməsi bu ikisi deməkdir. Yəni burada gördüyünüz kimi biz daha öncəki dərslərimizdə demişdik ki, sözlər tək, cüt və cəm olaraq 3 qrupa ayrılırdı. Tək bilirik nədir? Mufrad, cüt müsənnə idi, yəni təsniyə, cəmdəki cəm idi. Əgər bir şeyin sayı 2-dirsə, ona uyğun olaraq nə var? İşarə əvəzliyi var. Biz həmin o sözlərə işarə edərkən bu cüt işarə əvəzliyini istifadə edəcəyik. Yəni bu həzən işarə əvəzliyi kişi cinsində olan və cüt olan sözlər üçün nəzərdə tutulub. Tərcüməsi bu ikisi deməkdir. Burada qarşılıqlı nümunə gətirilir. Misal olaraq bəli. Həzə məscidun, bu məsciddir. Həzəni məscidəni, bu ikisi məsciddir. Həzə beytun, bu evdir. Həzəni beytəni, bu ikisi evdir. Həzə hisanun, bu atdır. Həzəni hisanəni, bu ikisi atdır. Həzə kəlbun, bu ittir. Həzəni kəlbəni, bu ikisi ittir. Həzə talibun, bu tələbədir. Həzəni talibəni, bu ikisi tələbədir. Gördüyünüz kimi qeyd etdiyimiz nümunələrdə həzə və həzəni işarə əvəzliklərindən istifadə etdik. Təkdə olan sözlərə işarə edərkən həzə, cüt ikili halında olan sözlərə isə həzəni işarə əvəzliyindən istifadə etmişik. Yəni dərs olduqca bəsitdir. Onun üçün əlavə şərhə ehtiyac yoxdur. Lakin irəlidə bəzi belə deyək xatırlatmalar olacaq. Səhifə 71-ə keçirik. Hətəni. Hətəni işarə əvəzliyi cüt qadın cinsində və yaxında olan sözlər üçün istifadə olunur. Tərcüməsi bu ikisi deməkdir. Yəni həzən işarə əvəzliyi ilə eynidir. Lakin o kişi cinsi üçün, bu isə qadın cinsi üçün nəzərdə tutulub. Burada misal olaraq yenə qarşılıqlı nümunədir. Həzihi talibətun, bu tələbədir. Hətəni talibətəni, bu ikisi tələbədir. Həzihi bintun, bu qızdır. Hətəni bintəni, bu ikisi qızdır. Həzihi qittatun, bu pişikdir. Hətəni qittatəni, bu ikisi pişikdir. Yəni söhbət dişi pişikdən gedir burada. Həzihi səyyəratun, bu maşındır. Hətəni səyyəratəni, bu ikisi maşındır. Həzihi imaratun, bu binadır. Hətəni imaratani, imaratani, bu ikisi binadır. Məsələn, həzihi şəqqatun, bu mənzildir. Hətəni şəqqətəni, bu ikisi mənzildir. Həzihi mədrasətun, bu məktəbdir. Hətəni mədrasətəni, bu ikisi məktəbdir. Həzihi qaryətun, bu kənddir. Hətəni qaryətəni, bu ikisi kənddir. Belə səhifə 71-də bitirdik. Keçirik növbəti səhifə 72-yə. Burada zəlikə və tilkə işarə vəzlikləri birlikdə qeyd olunub. Bu dərsdə qeyd edəcəyimiz işarə əvəzlikləri uzaqda olan sözlərə işarə etmək üçün istifadə olunur. İşarə etdiyimiz sözlər istər canlı, istərsə də cansız varlıqlar ola bilər. Zəlikə işarə əvəzliyi təkdə, kişi cinsində və uzaqda olan sözlər üçün istifadə olunur. Tilkə işarə əvəzliyi isə təkdə, qadın cinsində və uzaqda olan sözlər üçün istifadə olunur. Aralarındakı fərq yəni eyni funksiyanı yerinə yetirirlər, lakin aralarındakı fərq biri kişi cinsi üçün, biri də qadın cinsi üçün istifadə olunur. Gördüyünüz kimi hər iki işarə əvəzliyinin tərcüməsi o deməkdir. Misal olaraq zəlikə Muhammedun, o Muhammeddir. Kişi cinsidir bu. Tilkə Ayşətu, o Ayşədir. Zəlikə talibun, o tələbədir. Tilkə talibətun, o tələbədir. Yəni kişi və qadın cinsində. Zəlikə kitabun, o kitabdır. Tilkə mistaratun, o xətkeşdir. Zəlikə hisanun, o atdır. Tilkə qittatun, o pişikdir. Yəni dişi pişikdən söhbət gedir. Zəlikə raculun, o kişidir. Tilkə imraatun, o qadındır. Gördüyünüz kimi burada qarşılıqlıdır ki, yəni ümumi olaraq necə istifadə edəcəyinizi gözəl bir şəkildə başa düşəsiniz. Səhifə 72-ni də bitirdik. Keçirik növbəti işarə əvəzliyinə. Bu işarə əvəzliyi həuləi işarə əvəzliyidir. Həuləi işarə əvəzliyi kişi və qadın cinsində olan varlıqlar üçün cəm halında və yaxın üçün istifadə edilir. Yəni ilk öncə bilmək lazımdır ki, bu işarə əvəzliyi
kişi və qadın cinsi üçün eyni vaxtda istifadə edilir. Yəni fərq eləməz. Bunun kişisi qadını yoxdur. Hansını istəsəz işlədə bilərsiniz. Və cəm halında olacaq o sözlər və yaxında olacaq. Yaxın üçün istifadə olunur. Əsasən aqil, yəni insanlar üçün işlədilir, aqillər üçün. Lakin Qurani-Kərimdə bəzi yerlərdə qeyri-aqillər, cansız varlıqlar üçün də istifadə olunmuşdur. Tərcüməsi bunlar deməkdir. Yəni bu işarə əvəzliyin yəni əsli aqillər üçün, yəni insanlar üçün istifadə olunur. Lakin Qurani-Kərimdə istisna olaraq bu işarə əvəzliyi qeyri-aqillər üçün istifadə olunmuşdur. Yəni bunlar istisnalardır. Biz əsli öyrənirik inşallah. İrəlidə də istisnalara keçəcəyik. Tərcüməsi də bunlar deməkdir. Misal olaraq Həuləi tullabun, bunlar tələbələrdir. Bu kişi cinsindədir. Həuləi talibatun, bunlar tələbələrdir. Bu da qadın cinsində. Həuləi muslimunə, bunlar müsəlmanlardır. Həuləi muslimatun, bunlar müsəlmanlardır. Yəni müsəlman qadınlar, qadın cinsində. Həuləi muallimunə, bunlar müəllimlərdir. Həuləi muallimatun, bunlar müəllimələrdir. Gördüyünüz kimi həuləi işarə əvəzliyindən sonra həm kişi, həm də qadın cinsində olan sözlər işlədilmişdir. Həmin sözlərin hamısı cəm formasındadır. Yəni diqqət edəcəksiniz ki, bu işarə əvəzliyindən sonra gələn sözlər cəm formasında olsun. Fərq eləməz, həmin cəm istər, belə deyək, sağlam kişi cinsi cəmi, istər sağlam qadın cinsi cəmi və yaxud qaydasız, yəni sınıq cəmdə ola bilər. Fərq eləməz. Keçirik səhifə 74-ə. Uləikə işarə əvəzliyi. Uləikə işarə əvəzliyi həm kişi və qadın cinsinə aid varlıqları ifadə etmək üçün istifadə olunur. Cəm halındadır və uzaqda olanlara işarə edir. Əsasən, aqillər, insanlar haqqında işlədilir. Tərcüməsi onlar deməkdir. Bəzən cümlə daxilində o şəklində də tərcümə oluna bilər. Yəni, bilmək lazımdır ki, bu işarə əvəzliyi də cəm halında olan kişi və qadın cinsi üçün istifadə edilir. Tərcüməsi onlar deməkdir, lakin bəzi hallarda, yəni tərcümə baxımından, əgər biz tərcümə eləyəriksə, yəni tərcümə elə tələb edir ki, biz onu o kimi də tərcümə edək. İndi misalları oxuyacağıq. Misal olaraq, Uləikə tullabun, onlar tələbələrdir. Uləikə talibatun, onlar tələbələrdir. Yəni, tullabun sözü kişi cinsindədir. Yəni kişi cinsinin cəmidir. Talibatun isə qadın cinsinin cəmidir. Uləikə muslimunə, onlar müsəlmanlardır. Uləikə muslimatun, onlar müsəlmanlardır. Yəni müsəlman qadınlar. İndi bunlar onlar kimi yəni tərcümə edirik biz. Gördüyünüz kimi yəni əsl mənası. Lakin indi o kimi harda belə deyə tərcümə etmək olar. Uləikə tullabu muctəhidunə. O tələbələr çalışqandırlar. Yəni onlar tələbələr demək burada doğru çıxmır. Yəni o tələbələr. Sanki həmin tələbələrə biz işarə edirik. Uləikə talibatu cəmilatun. O tələbə qızlar gözəldirlər. Gördüyünüz kimi uləikə işarə əvəzliyindən sonra gələn sözlər cəm halındadır. Daha öncə də qeyd etdiyimiz kimi bəzi hallarda bu əvəzlik o kimi də tərcümə edilir. Qeyd. Bütün işarə əvəzlikləri isim kateqoriyasına daxildir və məbnidir. Bina edilmiş hallanmayan sözlərdir. Həzəni və hətəni işarə əvəzlikləri istisna olmaqla bu iki işarə əvəzliyinin hərəkəsi dəyişə bilir. Burada bir qeyd var. Deməli, bütün işarə əvəzlikləri bina edilib. Bina edilib nə deməkdir? Yəni, hərəkəsi eyni formada qalır, dəyişmir. Dəyişən ikilik üçün, yəni cüt, müsənnə üçün nəzərdə tutulan həzəni, bir də hətəni işarə əvəzliyidir. Qalanlar isə nədir? Məbni. Məbni nədir? Bina nədir? İnşallah onu irəlidə E'rab dərsindən öncə keçəcəyik. Sizin üzərinizə düşən nədir? Bilməlisiniz ki, bu işarə əvəzlikləri isim kateqoriyasına daxildir. Yəni cümlənin başına gələrsə mübtəda rolunu oynayır. İrəlidə keçəcək nə deməkdir bu? Və məbnidir. Yəni hallanmır, eyni formada qalır. Məsələn, uləikə indi sonuncudan götürək. Uləikə məsələn işarə əvəzliyi. Bunun hərəkəsi daimə fəthə gəlir. Yəni heç vaxt kəsra və yaxud dammə qəbul edir. Uləikə. Ona görə məbni deyirlər. Yəni hallanmayan, yəni eyni formada qalan. Bu qeydləri niyə eləyirik? Yəni
bu işarə əvəzləri isim kateqoriyasına daxildir və yaxud məbnidir. Bunların irəlidə hamısının izahı var. Onun üçün siz deyiləni indidən qeyd edirsiniz və irəlidə həmin qaydaları öz məqamında ətraflı şəkildə izah edəcəyik. Bugünkü dərsimiz bu qədər. İnşallah gələn dərslərdə görüşənədək. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.